Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçək iddia edib ki, ötən ilin noyabrında Azərbaycandan qayıdarkən qəzaya uğrayan C-130 hərbi yük təyyarəsi İsrail tərəfindən vurulub. Bəs reallıq necədir? Qlobal İnfaza danışan deputat Hikmət Babaoğlu bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyənin yaratdığı birgə komissiya təyyarənin qəzaya uğramasının səbəblərini öyrənib. Lazımi məlumatlar və qəzanın obyektiv səbəbləri ictimaiyyətə açıqlanıb. Ancaq Perinçəkin bir neçə ay sonra təyyarənin İsrail tərəfindən vurulduğunu iddia etməsi və faciəli hadisəni yenidən informasiya dövriyyəsinə gətirməsi müəyyən suallar doğurur. Təyyarə qəzasının İsrailin cinayəti kimi təqdim edilməsi Ankara-Təl-Əviv münasibətlərini daha da gərginləşdirmək və Türkiyənin İrandakı müharibənin bir parçası kimi göstərmək cəhdidir. Bu, həmçinin Şərqi Avropada müharibə aparmaq istəyən, çıxış yolu tapa bilməyən Rusiyanın maraqlarına xidmət edir. Türkiyəli bir siyasətçinin belə bir iddia ilə çıxış etməsinin məqsədi aydındır. Bu iddia ilə kimlərin maraqlarına xidmət ediləcəyi də bəllidir. Statın sonu. Qeyd eləyək ki, artıq Türkiyə Müdafiə Nazirliyi də təyyarənin İsrail tərəfindən vurulmasının iddiasını təkzib eləyib. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.